Salam əziz abituriyentlər, belə bir misalın həllinə baxaq. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərin ən kiçiyini tapın. Deyək ki, ən kiçik natural ədədimiz n olarsa, onda bizim 100-cü ədədimiz olacaq 99 üstəgəl n. Və bunların cəmi 559-a bərabərdir. Onda mən bunları cəmləyərəm. 99 üstəgəl n 559-a bərabər olar. Bu ədədlərin ən kiçiyini tapın. Onda 2n bərabərdir. 559-dan çıxaram 99-un 0, 15-dən 9-un 6 dəfə düşər. 460. 460 n də bərabərdir 230. Bunlardan ən kiçiyi olar 230. Diqqətiniz üçün təşəkkür edirəm.